Zəhra salamullah aleyhanın və Əli aleyhissalamın təsis etdikləri ailə institutu idi. Onlar yeni bir model yarattılar, ailə modeli yarattılar. İki məsum şəxs birləşib bir ailə institutu yarattılar. Bu institutun əsas prinsipləri, sütunları nə idi? Əgər həqiqətən cami-i bəşər, bütün insanlar, bütün bəşəriyyət ailə institutunu bu məktəbdə təhsil alsaydılar, ailə dəyərlərini bu məktəbdən götürsəydilər, bugünkü insanların münasibətində, ailələrin münasibətindəki bu faciələr yaşanmazdı, bu əxlaqi böhranlar yaranmazdı. Əli aleyhissalam Fatimə Zəhra salamullah aleyhanın axır anlarında gəlir, oturur onun yanında. Xanım Zəhra buyurur ki, Əlican, mən sənə qarşı 3 əsas məsələyə həmişə rəayət elədim. Onlardan biri bu idi ki, mən heç vaxt sənə xəyanət eləmədim. Ailə münasibətlərindən gedir, təməl prinsipləri, ailə münasibətinin təməl prinsipləri bunlardan ibarətdir. Buyurur ki, mən heç vaxt sənə xəyanət eləmədim. 2. Heç vaxt sənə yalan danışmadım. 3. Heç vaxt sənə müxalif olmadım. Bugün dağılan ailələrin əsasında bu 3 şey durur. Ya xəyanət, ya yalan, ya müxalifət. Yəni bu ailə bu prinsiplərin əsasında davam elədi. Yəni ailənin başçısı nə dedi? Ailə üçün oldu qanun. Ailə heç bir dəyərlərə xəyanət eləmədi. Hər kəs üzərinə düşən vəzifəni icra elədi. Xəyanət tək o dövrə gedə namussuzluq eləyə, filan eləyə, yox. Bir insanın öhdəsinə bir vəzifə qoyulubsa, onu icra eləmirsə, o vəzifəyə xəyanət eləyib. Bir uşağa atası hansısa bir işi tapşırıbsa, uşaq onu yerinə yetirmirsə, atasına xəyanət eləyir. Xəyanət yəni vəzifəni icra eləməmək. Deyir, Əli, mən heç vaxt sənə xəyanət eləmədim. Ən çətin anlarda, ən belə o kritik vəziyyətlərdə belə sənin əmirlərvə tabi oldum. Nə dedin, o oldu. Bugün dağılan ailələrin birinci səbəbi xəyanətdir. Bu ailədə xəyanət olmadığı üçün ideal şəxslər bu ailədən çıxdılar. Əli və Fatimə institutunun tələbələri, məzunları Həsənlər oldu, Hüseynlər oldu, imamlar oldu, övliyalar oldu, Zeynəblər oldu. Bütün dünyaya bu insanlar əxlaq nümayiş elətdirdilər. Bütün dünyaya sədaqət nümayiş elətdirdilər. Şücaət, rəşadət, bütün insani keyfiyyətləri bunlar ali dərəcədə cəmiyyətə təqdim elədilər. Bu, bunların ailə institutu idi. Bir də bundan kənar ailə institutu var idi. Yəni, bu dəyərlərə rəayət eləməyən insanlar, xəyanətkar insanlar, dininə xəyanət eləyən insanlar, əqidəsinə xəyanət eləyən insanlar. Bir institutu da bunlar yaratdılar. Bunların da məzunları göz qabağındadır. Bunların məzunları İbn Ziyadlardır, Ömər Səddlərdir, Şimrilərdir. Bunlar öz üzərinə düşən vəzifəyə xəyanət elədilər. Bunlar öz dəyərlərinə xəyanət elədilər. Ömər Səd, lənətullah əleyh, bilirsiniz də, Səd ibn Əbi Vəqqasın oğlu idi. Səd ibn Əbi Vəqqas da Peyğəmbər səhabəsi idi. İranı fəth eləyən şəxs idi. Elə-belə insan deyil idi. Bu insan ki, Əliyə xəyanət elədi, bu insan ki, Əlidən üz döndərdi, o xəyanətkar məktəbin məzunu oldu Ömər Səd. Elə onun özünə qarşı çıxdı. Əslində, Səd ibn Əbi Vəqqas ki, sonradan tövbə elədi, onu Muaviyə öldürdü. Muaviyə onu öldürdü.
Amma onun evladı Ömər Səd neynədir? Muaviyyənin oğlu Yezidin tərəfinə keçib, atasının qatilinə tərəf keçib, atasının qatilinin yanında yer tutub İmam Hüseyin əleyhissalama qarşı çıxdı. Görün, ailənin sütunu laxlayanda onun nəticəsi necə olur? Ömər Səd kimi.